Maraqlı bir sual tipinə baxaq. Burada fikir versək, a kvadrat çıx b kvadrat olan müxtəsər vurma düsturunu tətbiq etmək mümkündür. İndi gəlin tətbiq edək. 1 çıxılsın 3/1, 1 üstə gəlsin 3/1 və digərlərini də eyni qayda ilə açaq. Və sonucunu da yazaq. İndi gəlin mötərizələrin içini hesablayaq. Birinci mötərizə 3/2, 3/4, 4/3, 4/5, 5/4, 5/6. Verin, birinci və sonuncu kəsirləri nəzərə almasaq, digər kəsirlər ardıcıl olaraq bir-biri ilə ixtisar olur və 1-ə bərabər olur. O zaman 3/2 ilə 20/21-in hasilini tapırıq. Bərabərdir 10/7-yə.